Uşaqlıqdan sevdiyi vətən bayrağına sarılıb sonuncu dəfə evlərinə qayıdan Cəmiyev Aşur Bəybalaoğlu 1989-cu il iyunun 18-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndində anadan olub. O 1995-ci ildə Naxçıvan şəhərindəki Qambay Vəzirov adına 6 saylı tam orta məktəbin 1-ci sinifinə gedib. Aşur Cəmiyev daha sonra təhsilini Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev adına hərbi liseydə davam etdirib. O hərbi liseyi uğurla başa vurduqdan sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına akademiyasına qəbul olub. 2013-cü ildə həmin akademiyanı İnzibati İdarə Etmə, Sərhəd Qoşunları Komando Taktiki ixtisası üzrə uğurla bitirib. O Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən Ensaylı hərbi hissəsində xidmətə başlayıb. Aşur Cəmiyev 2-ci Qarabağ müharibəsində torpaqlarımızın düşməndən azad edilməsində Füzuli və Cəbrayıl istiqamətində həyata keçirilən uğurlu hərbi əməliyyatlarda böyük şücaət göstərib. O 2020-ci il oktyabrın 21-i tarixində Zəngilan rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Aşur Cəmiyev Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi. 3 övladı yadigar qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Aşur Cəmiyev ölümündən sonra vətən uğrunda Zəngilanın, Cəbrayılın azad olunmasına görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə orden ilə təltif edilib.